sən mənə təklif edib gəlmisən. Mən sənə deməmişəm ki, arzum səni qonaq çağırıram. Sənin mesajın da durur. Dedim, mən sizə gəlim, dedim, buyur gəl. Mərifətsiz, qanacaqsız da deyiləm ki, qabağıma bir dənə çay qoyum, yola salım səni. Sənə hörmətim oldu ki, sən qabağıma götürdüm, yemək qoydum. Sənə hörmət elədim ki, sənə süfrə açdım. Amma sən hörməti, gör necə başa düşən bir insansan. Sənə hörmət eləmək lazım deyil. Sən hörmətə layiq insan deyilsən. Səni hamı da gördü ki, necə qarşıladım mən canlı yayımda. Hamı da gördü. Elədiyimi demirəm. O deyir ki, mən getdim yemək yedim mənə. Ondan sonra özümü pis elədim. Yata bilmirəm, dura bilmirəm. Sümüklərim ağrıyır, nə bilim nəyim ağrıyır. Mənə deyir də, bu ürəyim. 12.000 nəfərincə də mənim evimdə yiyib aşı dolmanı, qaranı. Mənim evimdə yiyib. Sağ olundur, mənim süfrə açmışam, evimə gəlib qonaq eləmişəm. İnsan yaxşılığın cavabı budur. Bugünə qədər sən mənə səhifə açıb vermişdin deyə, nə deyirdin, susurdum, deyirdim, eybi yoxdur. Amma bundan sonra sənin qabağında susan deyiləm. 1 deyərsən, 5 deyərəm. Çalış sənin cavabı başqa cür verməyim. Yaxşı, özünü biraz ağıllı apar. O sən, nəysə özün başa düşdün. Biz yediyimiz qaba tüpürmürük. Amma sən tüpürənsən. Get, sənə əxlaqsız, açıq-aşkar adını çəkib, əxlaqsız, ədəbsiz, ailə mənfəətlərini təhqir edən adamların cavabını ver, sonra keçərsən mənə. Güzgüyə bax, özüvə bax, çevril, ətrafıva bax, sonra mənə söz dinə. Birinci özüvə bax. Sənə kim düşməndir, kim sənə nələr deyib, onların cavabını ver. Soxma, vəkilim var, vəkilim var, vəkilim var. Sonra mənə söz atarsan. Mənim işimi demirsən, sən vəkilə vermişəm, mən nə bilim canlıda danışmayacam, vəkillə danışacam. Bəs niyə şəxliyə söz ata bilmirsən? Mənə söz atırsan. Onu saxlamısan vəkilə. Kimi saxlamısan başqa? Zuzunu saxlamısan vəkilə, müjganı saxlamısan vəkilə, amma mənə saxlamısan canlıya söz atmağa. Mənə də vermirsən də məhkəməyə. Mənə niyə söz atırsan onda? Onlara da at da onda. Başva dönüm, onlara da söz at da. Çatmır. Çatmır, sual verirəm. Çatmır. Getdim, aş yedim, qara yedim, nə bilim nə yedim. Kül mənim başıma, mənim ürəyimin saflığına, kül olsun mənim başıma. Gerək qırardım, deyərdim gəlmə. İnanın gəlməyini istəmirdim ha, Qur'ana and olsun. Allahım da şahiddir. Prosta üzdə üz. Adam adama deyər gəlim, adam kim deyər gəlmə. İzləyicilər də görürdü ki, mən onun gəlməyini istəmirdim. Cəmaat kör deyil ki, gör hər şeyi. Mən bunlardan qaçıram, bunlar mənə yapışır. 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 Elə bil mən bundan məhtələm, bütün günü yalvarıram, gəl görüşək. 100 dəfə mənə çağırdı evinə ki, gəl. Gəl, axşam gəl oturaq. Dedim, yox, istəmirəm. Bax, özü desin canlıda. Yox, istəmirəm, gəlmirəm. Mənə icazə vermirlər, belə dedim. Gəlmirəm, gəlmək istəmirəm, vəsə. Mən qaçıram. Uşaqlar hamı da görürdü ki, mən istəmirdim də. Bilsə necə, ürəyində deyirdim, əşi, yox, görüşüm, arada deyirdim, görüşüm, dostluq yaxşı şeydir. Amma insan belə şeylərin gördü, insan həqiqətən də qaçmaq istəyir. Mən bu günə qədər ona pislik eləməmişəm, əksinə demişəm, mənə səhifə açıb verib, mənə deyirlər, qorxursan cavabını verirsən. Deyirdim, yox, mənə hörmət edib, səhifə açıb verib. Ayıbdır. Amma sən dünənə kimi mənim hörmətimi qaldırdın aradan. Sən gör, mənə nə dərəcəyə çatdırdın, başa düşürsən? Danışsın da məndən, danışıb neynəyəcək məndən? Əxlaqsızlığımdan danışacaq, tərbiyəsizliyimdən danışacaq. Cəmaat bundan sonra insan evinə çağırmağa da qorxacaq. Kimin evində yemək yiyəcək, deyəcək, mənə cavab elədi. Bu qədər insana sual verirəm, ayıb da ayıb deyil.
Sənin gəlib evində yemək yemişəm, durub deyirəm ki, sümüklərim ağrıyır. Ay insanlar, danışmağa haqqım var yoxsa yox? Ayıbdır, sağ olumdur, mən sən süfrə açmışam, sağ oldu mənə. Çörək itirmək deyib, sən çörək itirən insansan. Səfəm dinən səfsən, sən cəmaatı niyə mənim üstümə qaldırıb canlıda elə sözlər danışırsan? Çox sağ olun. Deyir, mənə əxlaqsıza qədər demişəm. Mən açan sənə əxlaqsız demişəm. Haçan sənə canlıda söz demişəm. Haçan sənə nəsə demişəm. Sənin canlıda yazıblar ləman deməmsən yox. Amma mənim canlımda yazanda arzumu deyirsən, demişəm arzum nə əlaqə? Sən amma bir dəfə ağzını açıb o sözü demirsən. İzləyicilər də Allah şahidi. Demişəm, deməmişəm. Demişəm arzum nə əlaqə? Söz danışmayaq ki, arzum var. Qoşulsun bura, qoşulsun. Qoşulsun görək harasına neynəmişik. Harası ağrıyır dolmadan sonra. 100 dənə şey yeyirsən, 100 dənə restorana gedirsən, 100 dənə adamlarla görüşürsən. Bir də Ələmanın evində yedin az. Çox sağ olun hədiyyə üçün. Qoşulsun da bura. Qoşulsun bura. Açıqdır məndə, istəyi onda bağlıdır. Qoşula bilir, qoşulsun. Qarəşlan səhvdir. Sənin evində gəlib yemək yeyirəm, çıxıb... Bəlkə bir dəfə onun evində canlıda yemək yeyib gəlib artıq əsli danışmışam. 10 dəfə sağ ol demişəm. Oram ağrıyır, buram ağrıyır. Qoşula bilmirəm mən. O başqa cürdür. O üstüne həmişə elədir. O heç vaxt dediyi sözü boynuna almır. Onu var ha. Dediyi sözü boynuna heç vaxt qoymaq olmur. Onu izləyicilər də şahid. Onda 1000 dənə sifət var. Onu heç vaxt dediyi söz boynuna qoymaq olmur. Heç vaxt olmayacaq. O elədir. Demirsən, ay bacı, mənə deyir ki, baboş deyir ki, sən mən canlımı açmışam, səhv deyiləm ki. Baboş da qoşulsun, sən də görüm harada demişəm, Sako da qoşulsun. Qoşulsun Sako da, deyir ki, 3 səfərin içində demişsən, qoşulsun da. Dünən baboşa yazıram arzuma məndən nə demişəm, deyir işinə nə deyəcəm ki, demişəm ki, sadəcə ondan uzaq dur, pisi. Sənə qalıb, ay baboş demək uzaq dur, sən nəsən ki bu TikTokda? Hə, ara qatanlıq sənə qalıb? Əlimin duzu yoxdur bu həyatda. Hamıya çatanda qorxub girirlər çəpərin dalına, ləmana çatanda dilləri bu boyda çıxır. Ləmana çatanda dilləri bu boyda çıxır. Qoşula bilmirəm, istəyi bağlıdır, necə qoşulub? Qoşula bilmirəm, o bağlayıb istəkləri. Qoşulsun mən deyim sözümü. Mən heç kəsin qabağından qaçmıram ki. Gəlsin o baboş da qoşulsun bura. İndi durub fake'lə baxırsan, baboş. Qoşul bura, sən o aravranlığın üstündə var, sən şikayət edəcəm, deyim biləsən. Sən şikayət edəcəm. Məndən bütün günü WhatsAppda dur, məndən danışırmış, yaz bu. Qoşulmaq olmur uşaqlar, deyin istəkləri açsın. İstəkləri açsın. Çox sağ olun hədiyyələr üçün. Yox da, düz hərəkətdə, ay baboş, lap mən sənin yanında nəsə söz danışmışam. Sən niyə qeyb arvad kimi xəbərçilik eləyirsən ki? Hə? Arvadsan sən, ara qatan. Sonra da oturur yazıq canlıda. Aynam üçün darıxdım, atasızam, yiyəsizəm. Manipulyasiya edirsən bu milləti. Xəbərçi ara vuran. Ara vuran. Mən qorxmuram, canlımı açmışam, sözümü də deyirəm.
Sübut eləsinlər mənə danışdığımı. Elə arzuma da buradan deyirəm, qoşul canlıya. Bəs daha sənin qabağında sakit duran yoxdur bundan sonra. Cavabı lazımı qədər də verəcəm sənin. Başa düşdünüz? Qoşul bura. Sakit durduqca çıxmayın adam başına. Ya, dinmirəm neçə vaxtı, deyirəm cəhənnəm. Eybi yoxdur. Məndə istəklər açıldığına deyim, mən istək açsın. Qoşulsun da bura, düzdürsə qoşulsun da. Görək o cadikar sözün kimə demişdi. Qoşulsun da, mən canlımı atmışam, kişi kimi sözümü deyirəm. Mən at çəkdim, o at çəkmədi. Mən sətr altı söz soxur. Mən daliba deyirəm sözümü. Qoşulsun da burada. Qoşulsun da. Qoşul da ay Arzum. Qoşul da bura, səni gözləyirəm. Məndə istək açıqdır. Çox sağ ol İlyas. Qoşul da bura. Qoşul bura. Qoşulmaz axı, üzü yoxdur qoşulmağa. O ancaq sətr altı söz soxmaqdır onun işləri. Sonra da oturub deyir ki, bu mən satajın ailəmi dağıtmaq istəyir. Dülübü sox qarnıva, heç kəs sənin ailəvi dağıtmayacaq. Sakit canlı apar. Süleyman, çox sağ ol. Yox, sən hamıya söz deyə bilərsən, heç kəs sənə söz deyə bilməz. Bunun vəkili var. Hamında qabağına qoyur vəkilini. Ay, qalxdıq, hara girək, sıçan deşiyi tapaq. Vəkildən çox vəkil var az. 100-dən adamın da acı 100-dən söz demişsən. Səni kim versin az məhkəməyə? Sabirli, çox sağ ol. Yox, mənə maraqlıdır ki, qoşulsun mənə desin. Mənim evimdə yemək yemisən. Sən mənim evimə gəldin, mən sənə təklif elədim. Qoşul bura bir dənə. Hindi durub canlıda nə mıy danışırsan orada. Getdim doluma yedim, aş yedim. Qoşul da bura. Qorxursan? Qoşul da bura. Başqa vaxt deyirsən Almaniyada mənim dalımca danışan gedib belə-belə. Bakıda sonda gəl mənə belə-belə elə görüm necə deyəcəksən. Ora gedəndə dilin bu boyda çıxır. Burada olanda vəkillə danışırsan. Orada yaxşı söz soxursan amma cəmaata. Hə? Qoşul da bura. Bakıda olanda qorxursan, vəkillə danışırsan, Almaniyada söz soxursan cəmaata. Ora gedəndə dilin bu boyda çıxır. Burada dilin çıxmır ha. Gözləyir Almaniyaya getsin, hamıya vedrə bağlasın. Ya, duracaq Ləman bığın, elə bir Ləman bığın qabağında səfsat hərəkəti var. İnsan insana hörmət elədikcə insan insanın başına çıxmaz. Çıxmaz. Sən məni özümə nəsə eləməyə vadar edirsən. Buradan deyirəm, mənim başıma bir iş gəlsə Arzum Hacıyevadan bilərsiniz. Arzum Hacıyeva məni bezdirib. Mənə deyir ki, önə qayıtlar var, o var. Bax, buradan deyirəm. Arzum, mənə bir də canlılarda söz soxarsan məndən incimə ginən. Eşitdin məni? Ged vəkilinlə də mənim işimi həll elə. Ya qoşul bura söz vedə, ya da bir də duxun çatır mənə söz sox ginən. Ağzımı belə cıraram, beləsinə də cıraram. Bildin də neynəyəm? Mən sənin üçün o bu deyirəm, mən səndən də həyasızam. Sənin bu günə qədər sakit durmuşamsa qabağında, mənə səhifə açıb verdiyivə görə. Demişəm, eybi yoxdur, mənim səhifələrim bağlanıb. Sağ olsun, mənə səhifə açıb verib. İzləyicilər də Allah şahididir. Səhvəm deyin ki, Ləman səhvsən, orucluq aydı. Hamı mənə deyib ki, qorxursan onun cavabını verirsən, demişəm, yox, hörmət edirəm. Amma sən hörmət qanan qadın deyilsən. Mənə deyirsiniz ki, gəl görüşək. Düzdür, dostumuzam da. Mən də deyirəm ki, mən görüşə bilmirəm. Sən də mənə deyirsən ki, gəlim sizə. Mən də sənə yox deyə bilmərəm ki, o sözdən sonra, düzdür. Sən gəlib mənim evimdə yemək ye. Sonra da getdirən ki, mən dolma yedim, aş yedim, özümü pis hiss edirəm. Hə? Demir Arzu deyir rədd olsun geçsin, qoşulsun bura, o sözü kim deyib onu da sübut eləsin də. Mən canlı açmışam, sübut gözləyirəm, mən sübut verən yoxdur. Arzum o sözü mənə sübut eləyə bilər. Mənə də 100-dən adam söz deyir, Arzu mənim dalımca deyib. Suzu da canlılaşdı, dedi ki, Arzu Ləman dalıca nələr dedi. Peki bir dəfə dedim birini canlıda. Əksinə dostluğumu da pozmadım, üz də vurmadım. Dedim bir dəfə. Zuzu dedi sizin yanınızda məndən nələr danışıb. Dedi demə day millət. İndi də sən deyirsən, baboş mənə bunları dedi. Sübut eləsin də. Sübut eləsin də. Sən baboşun sözü ilə mənim üstümə hürənlənirsən. Dünənə kimi baboşu bəyənmirdi.
Səvər, sağ ol. Yox, mən qoşa bilmirəm, mənə dostluqdan çıxardım. Mənə o maraqlıdır ki, insan gəlib insana 100 dənə söz deyərlər. Bu orucluğan olsun, de gəldi. Ayaqsın, sən mənim evimdə yiyib pisləşmirsən, sən mənim evimə gəlmirsən, mən sənə təklif eləmişəm. Bir dəqiqə. Az nə bir dəqiqə, sən sual verin. Azla danışma, tonumu savaşardı. Az, gəlmirsən. Azla danışma, tonumu savaşardı. Mən sensin kiməm az burada? Sən Deyirəm mənim sənə evimə azla gəlmirsən, danışma. sual verirəm Sən sənə. hayas. Durma üstüme. Sən elətər. Sən Deyirəm sual sənə, verirəm. ləçər sən demişsin də kimindir? Sən. Davay. Qunçatmır, sarı baş, rəxit. O qədər əməliyyat eləmsən, yenə də nə gündəsən, ördək. Çıxarda bilmirsən özünü bəziləri kimi ortalığa. Öl qorxdun, belə qorxarsan. Mini sifət. Hamın dalıca danışır, hamın arasın vuran. Mini sifətsən sən. Başa düşdün? Mini sifətsən sən. Qorxaq. Qorxaqsan, bax duxun çatmadı. Qorxaq. Ged az buradan. Qorxaq. Mən söz deyə bilərsən az sən. Sözümlə qattalayıb qoyaram sənin cibimə. Sən mənim tələbəmsən, mənə baxıb hərəkətlər edirsən. Mənim sözlərimi işlədirsən. Dipçək mənimdir, atomun başı mənimdir. Hamısı mənim sözlərimdir. Padzelkam. Özünü Turaniyə oxşadırsan bütün günü. Özün ol da. Özün ol da. Özün ol da biraz da. Bir də Padzelka. Gelişinlə məşğul ol bundan sonra. Cəhənnəmə donsun. Zəng gəlir ona görə. Qoşulub demədi mənə. Demədi ki, mən o yeməyimi hardan deyirəm. Mənim evimə gəlib orası burası ağrıyıb. Mən səni verəcəm məhkəməyə. Görüm sən harada cadu eləmişəm mən. Sabahdan da mən bir dənə vəkil tutacam. Qoz kimisən maşallah. Cadu olan oxşamırsan. Hər gündə bir yervi düzəltdirirsən. Valla səni pis günə qoyan cadular deyil, aldığın narkozlardır. Hər yervi əməliyyat eləmişsən. O qədər narkoz alsan mənim də başım gedər. Get. Bundan sonra mənə canlıda sözlər atma. Həddini bil, özünü yığışdır, get vəkilinlə hərəkət belə. Eşitdin məni? Sarı pişto. Mən sənin üçün o bu deyiləm. Özü biraz ağıllı apar. Şəhla ürəkdir. Zuzu da başda. Всё. Gedin de. Mənə də ansədə qorxu gəl WhatsAppda. Ansədə qorxu gəl WhatsAppda. Gözəl. Ama çox sağ ol. Özüm burada canlıda ağılla aparır. Mən heç kəsə işlə deməyəcəyəm, vəkilimlə danışacağım. Allahım görür, hamı məndən prim kasır. Amma qıraqda, qıraqda, eləmədiyim pislik qalmayıb qıraqda. Siyasət işlədir kütləyə. Saf bizik. Qayd edirlər. Eləsinlər də kimisə söyüb burada təhqir edirik. Mənə durub canlıda niyə deyir ki, getdim filan kəsin evinə, aş yedim, kabab yedim, nə yedim az? Bunu yedim, onu yedim, mənim malım pisləşdi. Mən cadukaram, gəlməzdim mənim evimə, sənə məcbur çağırmışam, dolma hə. Özün demişsən də gəlim. Mən demişəm, sənə gəl. Quran haqqı. Hamı da yazır ləman, bir dəfə dillənib demir ki, yo ləman nə əlaqə? Getdim deyir, aş yedim bilmirəm, dolma yedim bilmirəm, onu yedim bilmirəm. Hə, bölməyə elə bir şey olan kimi qaçır bölməyə, onun şey odur. Söz sattıra bilməyən də qaçır. O Bakıda olanda vəkilinə danışır, Almaniyada olanda Veydirə bağlayır, onun xəssiyyəti elədi aşkım. O hamı tanısın. O burada olanda dili çıxmır heç kəsə. Başqa vaxtdır gedərəm filan kəsin evinə, belə eləyərəm. Amma ora gedəndə dili bu boyda çıxır. Burada vəkillərlə danışır. Burada demokratik olur o. Mədəni, kulturlu, heç kəsə baş qoşmayan, hamı bunun evini dağıdır, bu mələkdir. Ora gedəndə amma maşallah dili bu boydadır. Fərqanə sağ ol. O burada mələkdir canım. O burada heç kəsə cavab vermir. O gözləyir Almaniyaya getsin. Almaniyada heç kəsin əli çatmır axı ona. O burada mələkdir, angel.
Burada vəkil tutur, orada yox. Bu hamıya söz deyə bilər, heç kəs buna söz deyə bilməz. Bu sətr altı hamıya söz soxa bilər. Xəbəriniz var, filan kəsdən xəbər var. Ay qız. Filan kəs, ay qız, nələr eləyibmiş, vay vay. Amma bundan deyəndə, sən danışdığın kayıtları ortaya qoysuq, sən dağıtmadığın ev qalmayıbdır. Gid az işinlə məşğul ol. Getsin də bölməyə. Bölməyə gedib nə qayıracaq? Bölməyə gedəcək. Tez-tez getsin biraz. Tələs ona denən canlını bağla get. Biraz qaçsın. Hamı pisdir, bu yaxşıdır. Sataşıb cavabını da alıb. Mənim evimə gələn odur. Mənə evvizə eybi yoxdur, şəhərdə görüşə bilmirik, mən sizə gələrəm. Məndən belə qorxurdun cadumla. Mənim evimə niyə gəlməyə mənə təklif eləyirdin ki? Bu qədər adama sual verirəm. Sizi yandırar, yandırmaz. Ay insanlar. İnsanlar. Yandırar, yandırmaz. Hə? Sən mənim evimə gəlib durub mənə o sözlər deyirsən canlı yayımda. Dolma yedim. Mənim sağ ol. Elə bil mənə əziyyət çəkib süfrə açırsan. Gəlib sən süfrə vururam yerə. Pislik eləmişəm sənə. Süfrə açmışam cəmaatın içində. Sənə canlını bağlayıb yedizdirməmişəm ki. Özün yedində. Bəs ayıb deyil. Təsəvvür et sənin evə gələm, sonra oturub deyirəm. Ay Bram, ay filan şey yedim belə oldum. Ay filan şey yedim belə oldum. Ayıb deyil, hamı da mənim adımı yazır. Sən hamıya şər böhtan ata bilirsən, sonra da vəkil tutursan. Məni yandıran o deyil, sən mənə təklif eləmirsən. Qızıllı Qur'an and olsun. Bu məhər orucluq ayına and olsun. Mən ona dedim, mən gəlmirəm. Mən sənə cadu eləmək fikrim olsa, mən səninlə qaça-qaça görüşərəm. Səfəm ay camaat. Deyərəm elə bütün günü məndən görüşmək istəyir, qaçım elə buna elə cadım eləyim. Bütün günü səhərdən axşam ki dilənirəm buradakı sənə cadu eləyim. İşim gücüm qutarıb mənim. Nə oldu be, caduya inanmırdın sən? Sən mesajlarında durur, sən mənə təkliflər eləmsən ki, görüşək. Demişəm, çıxa bilmirəm, dedin, onda mən gəlim sizə. Kimsə mənə deyəndə mən gəlim sizə, mən ona necə deyim gəlmə? Necə deyim gəlmə? O kimdir ki, mən ondan üzr istəyim? Mən ona necə deyim gəlmə? Deyir, aş yedim, dolma yedim, qarasını yedim, filan şey oldu, bəsməl şey oldu. Bir də vəkil tutub vəkillə hamıya şantaj edir. Yo, bu hamıya söz deyə bilər, buna heç kəs söz deyə bilməz. Mən sənə uşaq deyiləm, yenə burada şərəfli alçatmamışam, nə ləyaqətli, nə də sənə pozğun deməmişəm, ağzıma gələni deməmişəm. Get sən deyənlərə hələ bir üzr istətdir, sonra gəlib mənə üzr istət deyərsən. Yaxşı. Get sənə deyənlərdən bir üzr istətdir. Onda sənə deyərəm kişi qızsan. Get işinlə məşğul olas. Mən bunu bir dəfə canlı açıb təhqir eləməmişəm. Qadınlığına söz deməmişəm, ləyaqətini alçatmamışam. Deməmişəm filan kəs filan şeydir, filan kəs filan şeydir. Azad Agət, çox sağ ol. İzləyicilərim də Allah şahid, əksinə mənə deyiblər ki, ondan qorxub cavab vermirsən. Demişəm, yox, mən səhifə açıb verib hörmət edirəm. Demişəm, insanlar, deməmişəm. Demişsiniz, mən ondan qorxub cavab vermirsən. Demişsiniz, deməmişsiniz. Demirsən, 100 dəfə sən söz atıb niyə cavabını vermirsən? Deyir, prim verdim. O kimdir ki, mənə prim versin? Tüpürəsən belə primə. Kimdir o mənə prim versin? Ona sual verəm, o kimdir mənə prim versin? Prim mənə kimdir ki, o verə? Prim. Dedim, siz açıb canlısın deyəcək, prim verdim. O danışmağa söz tapmayanda deyir, prim verdim. Səndən qabaq varam mən bu TikTokda. Nə olsun, mənim canlımda problem var, düşür qalxır. Mən valla canlımı belə aparanda sənə kimi ərimi uşaqlarımı yığıb başıma canlı şey eləmirəm, qaldırmıram. Tək oturanda Quleybani kimi səndə də 100-dən 3-4K olur. Hele danışsa elə bir tək oturanda səndə 50K olur, 30K olur. Olur o da kimdənsə danışanda. Sən güya kimsən ki? Məndən böyük adamsan, sən Allah. Elə danışırsan ki, prim verdim. Nəyimə prim verdin? Kim olaraq mənə prim verdin?
Kim olaraq mənə prim verdin aşkım? Məndən sonra tanınırdısa 10% artıq tanınmısan. Kim kimə prim verib? Mənlə oynadım, lap tanındın. Kim kimə prim verib aşkım? Məndən qabaq tanınırsan, nə olsun? Zatı ortalıqda yox idin. Sən məndən qabaq deyirsən 8 ildir Instagramda, zatı yox idin ortalıqda. Söhbət ondan gedir. Tanınmaqla deyil ki, zatı ortalıqda yox idin. Mən səhvəmsə, uşaqlar, mən canlımı açmışam, mən açıq-aşkar deyirəm ki, mənim evimə gəlmişsən, məndən danışırsan. Durub məni orada şərböhtan atırsan mənə, kayıt da var, orada hamı mənim adımı yazıb. Durub deyirsən ki, getdim dolma yedim, aş yedim, sən bilsən bu sətr altı nə deməkdir? Sən məni şərləyirsən. Sən sabah kimsə bəlkə mənim evimə gəlmək istəyəcək, sən cəmatını niyə mənim üstümə qaldırırsan? Hə? Ona sözlü deyirsən. Getdim aş dolma yedim, özü belə eləyir. Neçə vaxtdan sonra canlı açıb bilmir canlısını necə qaldırsın. Dolma yedim, aş yedim, başım nə bilim nə oldu, dura bilmirəm, nə bilim nə eləyə bilmirəm. O dolmalardan sonra nə qədər canlıda şıllaq atmışsan, nə oldu? Elə olsaydı onda olardı da. Cəmaat da bilir mənə deyirsən də 12.000 nəfərin içində dolmanı, aşı qaranı mənim evimdə yemisən. Kimin evində yemisən? Prim nədir? Göyə mən ondan danışıram ki, laf çox tanınım. Prim odur. Hə, prim kasıram, yaxşı eləyirəm. Həmişə sən kasmayacaqsan ki, bir dəfə də biz kasaq. Deyir, söydüyü söyüşləri qoyaq. Sən onun söydüyü söyüşləri hara qoyaq bə? Ağzımı açdırmasın da burada mənim. Valla mən onun əyindiyə kiminə şərəfinin, əlaqətini təqqir eləməmişəm. Təqqir eləyənlər qalıb bir qıraqda. Heç onların payını verə bilmirsən. O kimdir mən ondan üzr istəyim aşkım? O da bir şey olan ki, məndən üzr istəyəcəklər. Ona qalsa onunla o hamıdan üzr istəsin. O qədər adamdan danışıb ki. Lap boş sənə bu sözü deyib. Mən zəng elib deyirəm ki, ay, məsəl üçün Gülnarə. Məsəl üçün Nigar Sədlən bunu dedi. Mən durum Gülnarə dursun, cumsun mənim üstümə ki, Nigarra bunu demisən. Sən bir dənə ay Nigar sübut elə, bunu elə, onu elə. Səhv deyirəm, WhatsApp var, nömrə var, zəng elə. Zəng elə. Dalca danışmağa qalsa hamı dalcadan. Sən Zuzun yanında məndən 100 dənə söz danışmısan. Birin üzvə vurmadım. Dedim olan oldu, keçən keçdi. Zuzu deyirdi ki, biz Ləman canlı açanda deyirdi ki, davay hamınız canlı açın, canlısı düşsün. Qalsın tək bəy qış kimi. Yadında o kayıtlar durur da TikTokda. Sən danışmırsan, güya. Mənim dalımca 100 dənə adamın dalıcı danışmırsan. Nə olsun? Əşinə səs kaydı var, qoysun da o da elə hamını səs kaydı ilə, səs kaydı ilə. Gölə qədər apasını qadındır ki, kim danışır, səs yazır. Sizcə qorxulu insansan sən. Valla, sizcə qorxulu insansan. Sən apasını qadınsan. Hər adam onu bacarmır ha, danışanda səs yazsın. Sənətini bildirirsən burada kimsənsən. Valla, sənin sənətin bəllidir sən nəsən. Sən deməli insanlara qarşı ürəklə yanaşmırsan ki, sən səs yazırsan. Burada neçə nəfər insan var. Kim eləyər o hərəkəti? O hərəkəti hər adam eləmir. Sən deməli hamı ilə danışanda durub cəmaatın səsini yazırsan. Deməli sən apasın adamsın, heç kəs səndən danışmasın. Valla, gərək ürəyində nə qədər bicdi ola ki, o hərəkət eləyəsən. Quran haqqı. Sənin işin odur yəqin. Bugünə qədər o qədər Ləmana söz dedi, Ləman cavabını vermədi, dedi, əşi Ləmandır da. Mən problem olanda mən aşkım yığıram WhatsApp-a. Mənim xasiyyətim budur. Yığıram WhatsApp-a, deyirəm nə olub? Məsələn belə-belə, hə? Nə olub da, nə problem var? Mən də canlıda söz atmıram. Amma sən dünən mənə durub o qədər söz deyirsən. De, mən sənin cavabı verməliyəm də, mən sənin qabağından yeməliyəm, sənin qabağında səfər hərəkətim var. Qaza gəlmirəm, mən burada kimsə təqqir eləmirəm.
Kimisə şərəf ləyaqətini də alçatmıram. Mən haqqımı tələb eləyirəm. Odur məndən çıxıb danışan. Dolma yedim, aş yedim, qaş yedim. Deyir, bir həftə bağımda qaldı, 100 dənə oğlanla danışdı. O sözü deyə bilməz o, yalan danışma. Elə bir şey olmayıb çünki. Bağında qaldım oğlanla. Bağında qaldım oğlanla. Dedi, sübut eləsin. Elə söz deməz o, çünki mənim elə bir şeyim yoxdur. Yalanla ara qatma burada səndə.